İlk səhər yeməyim saat 10-a kimi tamamlamalıyam onu. 2 dənə filipsidir şorla, 2 dənə qaynadılmış yumurta, biraz tərəvəzdir, bir də göyərti. Alinkaya da şor pendir elədim, yağ, şor pendir, salam. Çiyalı suyumu da içdim, ondan sonra ardından da bir stəkan su. İşte gedim yiyeyim qızlarım, mənə nuş olsun. Siz də durun, səhər özünüzə belə gözəl səhər yeməyini hazır eləyin. Ve birazdan 11'de 12'de meyve saatim olacak. Kofe saatim de geldi. Badam sütüyle içim onu da. Gedim rahat oturup yemeğimizi, içmemizi oturaq vəziyyətdə görürük. Yəni hər içdiyimizi, hər yediğimizi mütləq oturup yiyirik ve içirik. Gedim bunu da içim. Biraz belki idman elədim, görək. Deməli əzizlərim, gəldim mətbəxə. Bütün idmanımı elədim. Buradan da bilərsiniz ki, mən sizi aldatmıram. 2000 addım eləmişəm evdə. İndi istəyirəm ki, tez-tez 1 saatdan bir eləyim. Nəysə, indi yoldaşım oyanmalıdır, ona yemək hazırlamalıyam, səhər yeməyi. Bir də Aylinka üçün istəyirəm aladuşki eləyim. Deməli, bu 350 millik kefirə, kefir, Azərbaycan da nə gedir? Kefir gedir də. Ya da rus sözüdür, nəysə. 0,5 çay qaşığı və bu qədər əlavə edirik və qarışdırırıq. Sonradan lazım olacaq bizə 1 ədəd yumurta, vanil, şəkər, yəqin ki, bir çimdik duz və un. Alınacaq belə şiş yoxsa yox. Yumurtanı qırdım, attım və 20 qram yazılmışdı, səhvləmirəmsə reseptdə. 1 xörək qaşığı duzdu. Şəkər tozu. Və mən Himalay duzundan istifadə edirəm. 1 çimdik. Və vanil. Əlbəttə ki, qarışdırırıq bura. Hamısını qarışdıraq. Qızlar, məndə çəkidir, yəni belə elektron. Uyğundursa, çox ucuz qiymətə satılır, ondan alın. Ondan daha rahatdır sizə ölçmək. Kefir göndəririk bura. Qarışdıraq və daha sonra göndəririk bura unu. Ələkdən keçirdim, mən qaydıram indi. $300 qram undur burada məndə. Diyetada olanlar yeməsin bundan. Evdəkilər üçün hazırlamaq istəyirsinizsə, yaxşı ideyadır. Özünüz yeməyəcəksinizsə. Çünki yağı çoxdur, unlu məhsuldur. Mən yeməyəcəm heç. Görürsünüz necə qabarır. Soda ilə. Qarışdıram, qalan unu da. Reseptdə un çox yazılıb. Görürsünüz, bu qədər xeylaq un qalıb. Mən az istifadə elədim. Deməli, belə gözə yarı belə alınmalıdır. Siz də eləyin, yəni gözə uyğun unu əlavə edin ki, belə smetan kimi olsun. Gedim tavanı qoyum qızsın. Belə paketlərdən istifadə edəcəm. Konditor mešokdan daha rahat olsun xəmiri qazana tökməyə. Tavanı qoydum qızsın, yağ əlavə elədim və keçək bunları biz bişirək. Bundan götürdüm. Sizdə böyüyü varsa böyüylə eləyin. Məndə balacadır. Məncə böyüylə daha rahatdır. Düzgün eləmədim. Kərə göz deməliydim ki, biraz qızsın. Tərbi yoxdur, amma görürsünüz şişir. Belə şeylər də, şariklər çıxır onun içindən. Şimdi çevireceğim onları. Hazır olanda.
Ay can. Aylin həmişə mən yemək pişirəndə gəlir. Ay. Bilmirəm sizdən salamlaşdım ya yox, istedim burada da salamlaşam. Yenidən hər birinizi salamlayıram əziz xanımlar və dəyərli izləyicilərim. Yeni vloguma və kanalıma xoş gəlmisiniz. Çoxdan da vlog yox idi, çox başım qarışıq idi, как всегда. Əslində hər dəfə deyirəm ki, vlogları tez-tez paylaşacağam, amma alınmır. Pəhrizlə bağlı demək istirdim ki, davam edirəm və artıq kilom düşüb 66-ya və istəyirəm ki, davamlı olsun. 19 dekabrda mənim tam da 4 kilom getdi. Bunu bir salfetkaya qoyun ki, qalan yağı çıxsın, geçsin. Bu biraz yandı. Fikrim qarışdı. Söz söndürək. Bu da mənim aladuşkilərim. Bilmirəm necə alındı. İlk dəfə eləyirdim. Çoxdan eləmişdim, alınmamışdı. İndi bunlar biraz qabarmışdı, amma oturdu. Gözləyirdim ki, biraz belə püf olacaq. Amma ev yoxdur. İndi yoldaşımı durğuzum, səhər yeməyini də verim. Nutellanı da çıxartdım. Yoldaşıma çay süzəcəm indi. Yumurtanı da qaynatmışam onun üçün. Ayrı yeyirik biz, çünki yeməklərimiz ayrıdır. Ayrı saatlarda. Aladuşkilər də belədir. İndi biraz soysun, içini də göstərəcəm sizə. Nənəm sağ olanda, Allah rəhmət eləsin, belə aladuşkilər eləyirdi. Mən məktəbdən gələndə, amma onun hazırladığı başqa cürə idi, bilmirəm. Başqa idi görünüşü, dadı. Ümumiyyətcə, hər insanın yeməyi özünə aiddir. Belə bir aladuşkilər elədim. Yadıma düşdü ki, o belə götürüb üzərindən biraz şəkər tozunu vururdu. Yoldaşımın səhər yeməyi isə belədir. İstəyirəm biraz kilo olsun. Hamısını yığıb qarışdırmışım. Bir dənə çörək çatışmır. Orada da yağdır. Kərə yağı. Bu da Nutella ilə, kofe, badam südü ilə. Günorta yeməyim də belədir. Bir balaca boşqab, salat, bir də qatıq qarışımı, bir ədəd xlipsi ilə. Hə qızlar, nə danışırdım? Deməli 19 dekabr başlamışam dietoloqla pəhrizə. Bayram günlərində mən pəhriz eləmədim. 3 gün özümə fasilə vermişdim və inanırsınız ki, bu rejim üçün çox darıxmışdım. Həm Alinin ad günüsü gəlmişdi, həm yeni il. Elə 3 gün özümə dedim ki, fasilə eləyim pəhrizdən. Heç nə çəkməmişdim, çünki mənim artıq gücüm yox idi. Biraz istedim ki, hər şeydən fasilə eləyim, həm vloglardan da. Alinin ad günüsü elə gözəl keçmişdi ki, qaynanam gildə keçirtmişdi. Bütün ailəlikcə yığışmışdıq. Sağ olsun anam, həmin gecə gəlmişdi ki, mənə kömək eləsin. Bir də aksesuar mağazasına girdim. Böyle bir şey götürdüm Aylinka üçün. Happy Birthday yazısı 4 manata. Bir də paltar aldım onun üçün. Çox gözəl, endirimdəydi. Sizlərlə paylaşacağım. Fiza Kids'ten aldım. Böyle bir güzel dondu. Göreceksiniz, etraflı şekilde paylaşacağım. Altından böyle bir şey patlatkası var, naklatkası var. Burada böyle detal var. Çok güzel de arkada da bandiklə bağlanır. Əsl qiyməti güya 59 idi. Endirimlə 25 yoxsa 26 manat aldıq. Belə biraz ütüləyəcəm onu. Görək. Ali'nin ad günü üçün deməli burada bir qazan qoydum. İndi istəyirəm salat üçün. Bu qazanda yumurtalar üçün. Yumurtaları yudum. Göndərirəm bura. Böyüyə də ki gələcək tərəvəzlər. Kartoşkadır, köktür, hətta vinigret də pişirəcəm. Ağam gələcək mənə kömək eləməyə. Kartoşkaları atdım, qaldı kök. Kökləri təmizlədim ki, sonradan daha çox işim qalmasın. Bunlar da qaynayır. Qaynasın, çıxardıb qoyacağım, biraz soysunlar. Aldığım don elə gözəl idi ki, Aylin sağ olsun, həmin gün o don nə gündə idi. Bütün ləkəli idi, amma ləkələri getdi. Təmizlədim. 2 cür salat eləmişdi. Vinigret, baytaxt salatı və istədim ki, öz əllərimdən balaca bir piroq hazırlayayım. Piroq da değildi, tortik kimi idi, amma sadəcə
bişməmiş tort idi. Badımcanla ləvəngi ruletini hazırladım. Onlar da çox ləzzətli idi. Hər dəfə masanın üzərinə qoymaq üçün bir qəlyan altı kimi super ideyadır. Daha sonra blinçiklər var idi. Blinçik isə toyuq filesi ilə, göbələklə, soğanla, sarı köklə qəşəng qovurmuşdum. Bütün bu yeməkləri Nərimanovdan aparmışıq buzovnaya. Bir görsəz evdən necə çıxırdıq. Yoldaşımın əllərində yeməklər, mənim əllərimdə bizim paltar, Ailinin paltarı. Qızımın da nəvəcinə taksiyə oturan kimi söndü, bütün yolu yatdı, ancaq ora gələndə ayıldı. Nəysə ki, bir əziyyətlə gəldi, bir əziyyətlə də getdi. Ümumiyyətcə mən buzovnaya gedəndə, oradan gələndə niyəsə çox yorğun qayıdıram. Heç nə eləmək istəmirəm. 1-2 gün evdə dincəlirəm. Sizə deyim ki, orada da heç nə eləmirəm. Sadəcə orada o qədər tənbəllik eləyirəm ki, bütün günü evə qayıdanda artıq o enerjim qalmır. Yeni ilindəki, keçən ildəki kimi yoldaşım işə məcbur oldu çıxmağa. Ona görə götürdüm Alinkanı. Yoldaşım bizi taksilə yola saldı. Ayın 31-i. Elə ora getdik yenidən. 28-i də oradaydıq, sonra evə qayıtdıq və yenidən 31-i də 31 dekabr qayıtmışdıq buzovnaya. Ayın 28-i o qədər yemək bişirdik ki, elə o yeməklər qalmışdı. Bizdə çox yeyilmir bu yeməklər. Yarısı qalmışdı və fikirləşdik ki, yeni ilə daha belə çox hazırlamayaq. Belə stolumuz biraz belə sadə olsun. Fikirləşdik ki, kebab çəkək. Toyuq kebabı idi, ət kebabı, bir də balıq kebabı idi. Bizdə deyəsən səhv eləmirəmsə. Toyuq yox idi, balıqla ət kebabı idi. Qaynadam da ciyər aldı. Dedi ki, yoldaşım gələndə onunla bir yerdə bişirəcəyik. Ayın 31 gecə, hardasa 4-də 5-də yoldaşım işdən qayıtdı. Biz yatırdıq. Qalmayaraq ki, o qədər işin içində yoldaşım tam da 12-də zəng elədi. Təbrik elədi bizi. Biz də onu təbrik elədik. Keçən ildəki kimi yenə kövrəlmişdim ki, təkəm. Tək deyildim. Sadəcə istirdim ki, yoldaşım da evdə olsun bizlə. İnşallah gələn il bir yerdə olarıq. Yeni il gecəsi bizi həm papa çağırmışdı, həm mama çağırırdı və qaynanamla qaynatam. Fikirləşdim ki, necə keçən il onlarda keçirdik, elə onlara gedək keçirdik. Çünki onlar da ikisi təkli bir yerdədilər. Aylinka ilə biraz bəlkə şən keçər. Aylin düzdür, saat 12 kimi bizlə gözlədi. Yedik, içdik və getdik yatdıq. Belə bir sadə yeni ilimiz keçdi. Çox da həvəsli deyildim, sizə deyim. Sadə bir gün kimi keçdi, sıradan bir gün kimi keçdi, düzdür. Çoxdan ucu belə bayramları hiss edirəm 30 yaşım olandan sonra. Amma bu məncə tam normaldır. Aylinka üçün də bir dənə tortik sifarişləmişdim. Tortikin arxasıca da getmişdik. Hara getmişdik biz? Qara Qarayevdə yoxsa Neftçilərdə idi. Deyəsən Neftçilərdə. Tortik çox gözəl və dadlı alınmışdı. Tam ürəyimcə oldu, sizə deyim. Aylinka üçün hazırladığımız, Aylin hələ həbəri yoxdur, o birisi otaqdadır. İndi çağıracaq onu o birisi otağa, oradan çıxıb bura gələcək. Bu da Aylinka, Aylin bacı. 2 yaşı tamam oldu. Nədir bu? Кто там? Кошечка? Siyah biz də gedək yığışaq, bütün veşləri yığmışam. Qaldı bir dənə çıxaq evdən. Это же корзинка с магазина. Da? Nədən? Nərimanovda yerləşir. Belə bir ayaqqabı götürdüm. Məndə var idi əslində bunlardan çölə giymək üçün. Güya New Balance'dır da bu. Pad original nəysə. 27 yoxsa 26 belə manata idi. Bunlardan götürüm ki çölə giyinim. Bir də belə gözəl corablar. Taksikdə ürəkli. Dedim ki, lasinin üzərindən giyinim bunu. Bunlar da çox gözəl görsənir məncə çölə çıxmaq üçün. Bunlar da 2 yoxsa 3 manat idi corablar. Biz уже gəldik, yerləşdik, gedirik marketə. Aylinkada bütün gülləri dərir. Hava da çox soyuqdur. Bir cənnə çəkə bildim, bir bu kadr idi. Uca qonaqlar yığışanda ondan sonra çəkmədim. Bu da ayın 31-i hazırladığım badımcan salatı, paytaxt salatı və kebabları idi bizdə. Həm ad günüsü də gözəl keçdi, həm yeni ilimiz. Bu dəfə istəyirəm ki, bir yenilik olsun. Artıq kanalımda həftəlik vloqlar çıxacaq uzun. İzlədiyiniz üçün çox sağ olun. Minnətdaram sizə. Gələn vloqlarda görüşənədək qızlarım.